Azərbaycan Respublikasının əməkdar artisti Nüşabə Ələsgərli verilişlərin birində qonaq olub və Azərbaycanda son zamanlar artan boşanmalarla bağlı danışıb. O bildirib, indiki boşanmaların əsas səbəbi dolana bilməməkdir, yəni maddi durumun pis olmasıdır. Nüşabə Ələsgərli ona da toxunub deyib ki, əgər bir kişi heç olmasa həftədə bir dəfə öz həyat yoldaşını bulvara çay içməyə aparmırsa, onda bu nə evliliyi oldu, bu nə ailə oldu. Gününüz aydın olsun millət. Demək, əməkdar artistimiz Nüşabə xanım deyir, yəni maddi duruma görə ailələr dağılır və ilk öncədən də Nüşabə xanımı salamlayıram, çünki o həmişə səhnədə, efirdə, hər yerdə öz abrını qoruyan bir Azərbaycan xanımıdır. Həm sənəti ilə, həm öz mədəniyyəti ilə, yəni hörmət qazanıb. Nüşabə xanım gözəl insan, düz deyirsiniz. Bəli, maddi duruma görə bugünkü ailələrin dağılmağını, maddi durumu, yəni baş amillərdən biri də odur, əsas amillərdən. Ancaq o dediyiniz maddi duruma görə ayrılanlar cəmi 20%-dir. Geridə qalanları mən sizə izah edeyim. Yəni bəli, var. Məsələn, kişilər ala bilmir, kişilərimiz var ki, onun maaşı onu təmin eləmir ki, bu keçsin, hardasa mağazanın qabağından keçir. İndi həyat yoldaşı da istəyir ona bir paltar alsın, baxır imkan çatır, ala bilmir. Və yaxud da ailəvi restoranlara keçir, görür, orada məsələn, ailəvi, hamı ailəvi oturur restoranlarda, yaxşı yerlərdə. Həmən o insanlar var ki, hansı ki, o kişi, ləyaqətli kişilərimiz var ki, ürəyindən keçir. Ürəyindən keçir ki, ailəsinə o da aparsın. Digər yerlər, Azərbaycan şükür Allah, gəzməli o qədər yerləri var. Ürəyindən keçir, amma apara bilmir. Onun maaşı, yəni ki, onu təmin eləmir. Amma halbuki, bəlkə də o ailəvi restoranlarda oturanın bəziləri heç onun evindəki qadından mənəviyyat baxımından da əskikdir, belə şəxsiyyət baxımından da. Yəni, belə kişilərimiz, ailə başçılarımız da var. Var, elə insanlar da var ki, maddi durumu, yəni hər bir şeyi təmin eləməyə çatacaq bir maddi durumu var, ancaq ailəsinə dəyər vermir. Elə, yəni kişiciklərimiz də var, bəli, var. Hansı ki, qıraqda gedir, çöldə qalmışlara üzr istəyirəm, pulunu xərcləyir, amma ailəsinə xərcləmir. Mən bu kişi baxımından, yəni çıxış elədim, belə deyək, izah elədim. Ancaq gəlin bu biri tərəfə, bu biri minvalda baxaq. Birinci gün ailələrin dağılmağı əsas tamahdır. Qadınlarımızın tamahıdır. Yəni Nüşabə xanım, biz eyni nəslin, eyni zəmanənin, dövrün insanlarıyıq, hansı ki, bizim analarımız bizi yeri gəlsə şorla dolandırıb. Yeri gəlsə atalarımızın imkanı olmayıb, məsəl üçün kartofla, həftələrlə kartof yemişik, yalancı dolmalar yemişik, nə bilim, hər bir şeydə quru çörəyi biz israfçılıq eləməmişik, məsəl üçün bir çörək quruyarsa, onu məsəl üçün analarımız qoyardı, qurudardı, tuxovkalarda sulu yeməklə verərdi. Məsəl üçün, piraşki yeyərdik, nə bilim, hansı ki, əyaqlaşardıq da, o vəziyyətlə əyaqlaşardıq və analarımız bunu təmin edərdi, atalarımız da işləyərdi təbii ki. Ancaq bugünkü gün gəlin görək, o gəlinləri siz məcbur edə bilərsinizmi ki, ayırvat yoxdur, kartof ye. Ayırvat yoxdur, pendir almağa imkan yoxdur, şor ye. Elə bilərsiniz, elə bilməzsiniz təbii ki. Çünki indiki qadınlara 70%, yəni inciməsin ha heç kim, yəni bu qadınlar inciməsin məndən, yəni yaxşı qadın, ailəsinə dəyər verən, ailəsinin maddi durumu, vəziyyətini düşünən və o, yəni ki, analarımız kimi qayğı göstərən xanımlarla işim yoxdur. Təbii ki, onlar bizim başımızın tacıdır. Əsas məhz vurğulayıram o qudurğan insanlara, üzr istəyirəm ifadəmə görə, hansı ki, onlar, mən adam tanıyıram ki, usta işləyir, gedib bir adamın evində işləyib, iki qardaş, ikisi də villada yaşayır. Keçib o biri tərəfdə qulaq şahidi olub ki, arvad ərinlə nə üstə dalaşır? Xeyr ola sənin qardaşının arvadı milyon yarımlıq villada qalır, amma mən 1 milyonluq villada qalırım. Onun nəyi artıqdır məndən? Yəni, belə qadınlarımız da var. Yəni, bizim əsas tamahdır, Nüşabə xanım, bizi yıxan tamahdır. Bugünkü gün ailələrin dağılmağının hamısı tamahdır. Bəli, yəni dözülməz bir dərəcədə olan həyat yoldaşları var ki, məsəl üçün, dözə bilməyib, o insan əyyaşdır, o insan və yaxud da hansısa bir yolun yolcusudur və yaxud da ailəsinə dəyər vermir. İndi düzdür, təbii ki, indi xanımlar deyəcək, hə, düz deyirsiniz, mənim yoldaşım belə idi, ona görə boşandım. Yəni, o bəhanələr mənə keçmir. Reallıqdan amma danışıram ki, yəni var, elə kişilərimiz və elə ailələrimiz var ki, o səbəblərdən dağılıb, məsəl üçün, əzazi kişilərimiz var, yerli-yersiz, məsəl üçün, ailədə söz-söhbət yaradan kişilərimiz olub və ailədə dağılıb. Amma ümumi planda cəmiyyətimiz körlanıb, Nüşabə xanım, ümumi planda insanların ruhu körlanıb. İnsanlar bu media çıxırlar efirlərdə, mən yenə də o insanın adını çəkəcəm, yəni səbəb var ki, deyirəm. Məsəl üçün, Xoşqədəmdir, Zaurlardır, bu hansı ki, şou proqramlar yaradanlar var, çıxardırlar insanları ancaq boşanmalardan, ancaq sosial ailə məsələlərini atırlar ortalığa. Allah canı sağ eləsin, Faiq Ağayev bu yaxınlarda bir çıxış eləmişdi, dedi ki, sosial ailə vəziyyətlərini, ailə məsələlərini efirdə danışmayın.
Yəni bu bizim əməkdar artistimizin, xalq artistidir, bilmirəm, yəqin ki, Faiq Ağayevin dediyi bir sözə mən qüvvət verirəm ki, yəni mediamızda ailə məsələləri ucuzlaşıb, qeyrət ümumiyyətcə ucuzlaşıb, ailə dəyərləri ucuzlaşıb. Bu təbliğatların qarşısını almaq lazımdır Nüşabə xanım. Bugünkü gün hansısa xanımlar baxırlar ki, kimsə hansısa bir qadın altında maşın, yəni ürək istədiyi hərəkət, bu nə işlə məşğuldur? Bu hardasa kafe restoranlarda müğənnilik edir. Bugünkü gün buradan birbaşa deyirəm, o bir müğənni var ya, ancaq üzr istəyirəm bütün Azərbaycan xalqından, o arxasını şişirdib, yəni özünü reklam edən müğənni, bilmirəm adı kalmadı, nədir bilmirəm. Yəni elə bir müğənnilərin həyat tərzini görürlər, bəzi hansı ki əqli, ruhu zəif olan qadınlar. Deyir, mən nə edirəm əri? Boşanım, gedim, mən də bir müğənni olum və yaxud da digər bir sahələrdə görürlər o lüks həyat yaşayan qadınlar. Amma bilmirlər ki, o qadınlar müvəqqəti o lüks həyatı yaşayır. Ən lüks həyatı yaşayan qadınlar ailəsinin yanında olan qadınlardır. Ailəsinə dəyər verib, səbr edən və uşaqlarının gözəl bir günlərini görmək arzusu ilə ailəsinin pis, yaxşı ərinə dəyər verən qadınlar da hansı ki, ən gözəl lüks həyatı o yaşayır. Hər bir qadın istəyər ki, onun axşam qapısını, bir həyat yoldaşı, uşaqların atası qapını döysün və girsin içəri və bunun gözəlliyini əsl qadınlar bilər. Yəni əsl qadınlar, ləyaqətli qadınlar bilər. Mən buradan başladım Nüşabə xanım olmaqla əsl ləyaqətli qadınlarımıza can sağlıq arzulayıram. Allahdan ailələrə xoşbəxtlik arzulayıram. Valla bu boşanma problemi bizdə narkomaniyanı keçib. Nə bilim, digər bir hansısa bir pis yolları keçib. Yəni bu pik nöqtədir, bu Azərbaycanda pik nöqtədir Nüşabə xanım. Xahiş edirəm sizi kimi sözü keçən mediada, digər bir yerlərdə sözü keçən xanımlara, bəylərə, xalq artistlərimizə, əməkdar artistlərimizə burada müraciət edirəm, xahiş edirəm. Bu medialarda belə gözəl bir şeylər, yəni belə bir şeyləri, yəni ölkədə təbliğatı gücləndirin. Yaxşı insanları, bu cavan qızlarımızı, yəni mənəvi çəkin özünüzə, başa salın. Digər qonşuluqda, qohumlarda, yəni başa salın, çəkin, deyin ki, ay xanımlar, ay qızlar, ay balalar, ailələrdə dəyər verin, səbr edin, səbirli olun. Bizim analarımız səbirli olublar, biz səbirli olmuşuq, bugünkü gündə ailəmizin başındayıq. Əsas bunları təbliğ etmək. Bugünkü gündə xanımlar oturur, baxır seriallara. Seriallarımız da ki, Allah kökün kəssin o serialları. Qadınlar oturur, baxır, məsəl üçün, biri hansısa lüks həyat yaşayır, hansısa bir oğlandır, firma, şirkət rəhbəridir. O şirkət rəhbəri olan oğlan nə cür ora gəlib çıxıb, onu izah edən yoxdur və yaxud da filmlərdə göstərən yoxdur. Onun bugünkü lüks həyatı göstərir. Və o xanım da psixoloji oturur seriallarda, baxır. Risk həmin momentdə də ər gəlir evə, kirin pasının içində, işdən yorğun gəlir. Yaxşı, indi bu qadın o serialda beyninə doldurub o ərə hansı xidmət edəcək? Təbii ki, ləyaqətli qadın o seriallara aldanmaz. Çox təəssüf ki, indi qadınlarımızın psixologiyası dəyişib. Yaxşı şeyə yox. Belə bir zəif bir fikirlərlə psixologiyası dəyişib. Bunların qarşısını almaq lazımdır. Efirlərin qarşısını almaq lazımdır. Nüşabə xanım, xalqımız yazıqdır. Valla uçuruma gedirik. Bu psixologiyanı Azərbaycanda normal bir ailə tapa bilməyəcək. Yəni, bugünkü gün bunlara nəzarət eləmək lazımdır. Müraciət edin, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edin. Deyin ki, bu efirlərə müğənnilərin geyiminə fikir verilsin. Mediamıza müraciət edin, efirlərimizə müraciət edin. Deyin, bu söhbətləri, ailə məsələlərini, qeyrət məsələlərini müzakirə olunmasın, ucuzlaşmasın. Qeyrət olub adi sıradan bir şey, adi bir şey olub. Bunların qarşısına alaq Nüşabə xanım. Sizə böyük hörmətim var. Sizin timsalınızda da xalqının qeyrətini, millətin qeyrətini qoruyan bütün sənətkarlarımızı alqışlayıram, istər bəylər, istər xanımlar. Var olun Azərbaycan xalqı, Allah xalqımızı, dövlətimizi qorusun.